Axırıncı gün kimin qapısına gedək? Kimin qapısına gedək? Hər yerdən əl üzüləndə ananın qapısına gedərlər, düzdür? Ana dadına çatır insanın. Hər bir zamanda hamı üst çevirəndə ana üst çevirmir. Gedək anamıza özümüzdən şikayət eləyək. Deyək, ana sənə layiqli övlad olan mədik. Gedək o yanmış qapısına xanım Fatimə Zəhra. Allahı belə təhdid eləyə bilərik, biz anamızla deyə bilərik ki, bağışlamasan Ramazan ayı sona çatır. İndi də bağışlamasan Həzrət Fatimə rozəsi oxuyarıq, yeri göyə ağladarıq. Bizim başqa nəyimiz var? Gedərik anamıza sığınarıq ki, sən xahiş elə, biz bacarmadıq. O ayda əldən çıxır, sən xahiş elə, bağışlanmağımızı sən istə.